Əməkdaşımız Südabə Cahangirli Laçından olan bir qrup sakinlə doğma torpaqdadır. Təəssüratları öyrənmək üçün birbaşa olaraq Laçına bağlanırıq. Salam Südabə, söz sizdədir. Hər vaxtınız xeyirli olsun Kazım. Mən də sizi dağlar diyarı olan bu gözəl gülşədən, dilbər Laçından salamlayıram. Tamaşaçılarımızı da salamlayıram. Laçın doğrudan da bir başqa gözəlliyə sahib olan bir diyardır, bir məkandır. Mən birinci dəfədir Laçında oluram. Adətən Laçınla bağlı söz düşəndə hər zaman deyirdilər ki, Laçının bir başqa gözəlliyi var. O gözəlliyi görmək üçün mütləq Laçına getmək lazımdır. Və mən bu günləri gerçəkdən də gəldim, Laçını gördüm. Mən istəyirəm operatorımız da göstərsin bu dağları. Laçını gördüm və dedim, doğrudan da o el arasında bir məsəl var. Deyildiyi qədər varmış. Laçın həm də strateji əhəmiyyətli bir rayondur. 1992-ci ildə ermənilər bu strateji əhəmiyyətli rayonu işğal etməklə Ermənistandan Qarabağa əlaqə yaratdılar. Bundan sonra isə bizim digər faciələrimizin başlanğıcı qoyuldu və ondan sonra həmin Qarabağa çoxlu sayda canlı qüvvənin, silah sursatın daşınması ilə digər ərazilərimizin işğalı ilə yekunlaşdı. Amma artıq biz bu günləri Laçına qayıtmışıq. Biz yol boyu gələrkən nələrin şahidi olduq. Laçına yeni yol çəkilir. Bu yol bizi kəndlərimizə, obalarımıza, bu yol bizi Laçının hər bir gülşəsinə, dağına, aranına aparır. Və indi hal-hazırda biz Güləbirdəyik. Güləbirddə gələrkən gördük ki, mənfur düşmən Güləbirdi tərk edərkən Həkəri çayının üzərində olan körpünü dağıtmışlar. Azərbaycan o körpünü bərpa edib və o yol yenidən qurulub və biz həmin o körpünü keçərək də gəldik, bu Güləbirdə çatdıq. Və biz burasında qeyd etdiyiniz kimi bir qrup Laçınlı sakinlərlə gəlmişik. Onların təəssüratlarını da istəyirəm sizinlə bölüşək, öyrənək. Lətvə xanımdan soruşacağım. Lətvə xanım, 29 ildən sonra Laçındasınız. Hansı hissləri keçirirsiniz? İnsan öz vətənində hansı hissi keçirə bilər? Mən bugün sevincimin həddi hüdudu yoxdur. Öz vətənimə qovuşmuşam. Bugün mən çox sevinirəm. Torpağını öpmüşəm, çiçəyini qoxlamışam. Dağlarına su içmişəm, bulaqlardan su içmişəm. Mən çox sevinirəm. Bu sevinci mənə yaşadan Müzəffər orduma təşəkkür eləyirəm. Prezidentimə təşəkkür eləyirəm, Ali Baş Komandanıma təşəkkür eləyirəm. Bugün mən çox sevinirəm. Bir bənd şeirim var. Söz qoşum qoynunda hər dağa daşa, saralan çiçəyə, solan yarpağa, yatım qucağında, dönüm torpağa, vətənim, beşiyim, anam, ay Laçın. Gözünüz aydın olsun, bu günləri Laçındasınız. Çox sağ ol, çox sağ olun. Çox sağ olun, çox təşəkkür eləyirəm. Bu sevinci mənə yaşadan bütün insanlara mən təşəkkür eləyirəm. Gözünüz bir daha aydın olsun. Ümumiyyətlə, bütün Azərbaycan xalqının gözü aydın olsun. Çünki bizim arzularımız gerçəkləşir və biz hamımız Laçına, digər torpaqlarımıza gedəcəyik. Bu sevinci yaşayacağıq. Mən istəyirəm operatorumuz bax o dalğalanan bayrağımızı göstərsin. Bizim ilk Güləbirdə ayaq bastığımızda diqqətimizi cəlb edən o bayraq oldu. O bayraq bizi daha da qürurlandırdı. O bayraq bizi daha da şərəfləndirdi. Və o bayraq əbədi olaraq ora sancılıb və hər zamanda orada dalğalanacaq. İnşallah. Bizim hələlik həddi hüdudu yoxdur sevincimizin. Hələlik bu qədər fikirlərimiz Kazım, növbəti buraxılışda biz daha geniş məlumatlar sizə təqdim etməyə çalışacağıq. Çox sağ olun Südabə, ətraflı məlumat üçün sizdən maraqlı bir reportaj gözləyirik. Mina Təmizləmə Agentliyi işğaldan